Hörmətli cənab prezidentimiz, sizdən artıq dərəcədə xahiş edirəm. 13 may tarixində bizi aparırlar polis idarəsinə. Orada getmişik, polis idarəsində deyirlər, sizdən izahat götürəcəyik. Cənab hörmətli prezidentimiz, biz deyər, Mehriban xanım, sizdən artıq dərəcədə xahiş edirəm. Bizim sözümüzə, səsimizə səs verin. Ona görə ki, 13 tarixində biz getmişik polis idarəsinə, bizi aparıblar. Aparandan sonra mənim oğlumu, Hüseyin İsmail'i aparıb salıblar şöbənin içərisində bir otağa. İsmail'ə deyirlər ki, sən Solmaz Sərvan qızından üzr istəməlisən. İsmail deyir, mən nə səbəbə istəyirəm? Vallahi mən ona heç nə eləməmişəm. Mən o insana salam vermirəm, salam almıram. Məndən nə istəyir o insan? İsmail'ə deyirlər, dizi o at yerə, üzr istəginən. İsmail deyir, istəmirəm. Mənim oğlumun dizini atızdırıblar yerə, ağ listə təzdən döyə-döyə. Durğuzurlar ayağa, ağ vərək listlərə, qol çəkdiriblər ki, tez buna qol çəkməlisən, sən Solmaz Sərvan qızından üzr istəməlisən. Polis idarəsində 4 dənə polis mənim oğlumu döyüblər. Ondan belə təzdən onun həyat yoldaşı Nərgiz Əzbər qızını döyüblər, mənim gəlinimi. İkisini də, yoldaşını da, uşağını da 7 dənə az yaşlı körpənin qabağında yoldaşını da, Hüseyin İsmail'i də, ikisini də, gəlini də, yoldaşını da döyürlər 7 dənə az yaşlı körpənin qarşısında. Deyirlər ki, sizi belə eləsək, siz özünüzə düzələrsiniz. Mənim balalarımın nə günahı var? Mən hörmətli prezidentimizdən kömək istəyirəm. Mən hörmətli Mehriban xanımla kömək istəyirəm. Azərbaycan xalqımdan kömək istəyirəm. Buyur ağsaqqal, adınızı, familiyanızı təqdim edin. Mən Hüseynova Ramazan Məhəmmədəlioğlu, doğulmuşam Uzar rayonu Alpı kəndində, anadan olmuşam. Mənim hal-hazırda cənab prezident İlham Əliyevdən kömək istəyirəm. Listiya prezidentimiz Mehriban xanımdan kömək istəyirəm. Daxili İşlər Naziri Vilayət Eyvaz cənablarından kömək istəyirəm. Azərbaycan xalqımdan kömək istəyirəm. Bir vətəndaş olaraq məruz qalmışıq. Hüseynov Solmaz Sərvan qızının əlindən yanvar ayından 2-ci qrup pensioner uşağım, xəstə uşaqdır, yanımda olan uşağım Şərif ki, qapıma girib. Bir dənə sübutu yoxdur əlində. Elə dillə mən uşağımı verib polis şöbəsinə, o proseslə haradasa bir ay yarım gedib, şərrənmə. Uşağım gündə 2 dəfə, 3 dəfə polis şöbəsinə çağırılıb, Hüseynov Cabir Ramazanoğlu polis şöbəsinə çağırılıb. Ondan sonra polislər qapıma gəlib, uşaq özünü deyirsən, 3 dənə uşaq atası 4 idi, biri gedib Allah rəhmətinə, sual düşüb Allah rəhmətinə gedib. Uşağım özü vadar olub, özünü asıb, hal-hazırda da uşağımı momentan üstünə düşmüşük, yəni uşağımı oradan xilas eləmişik, hal-hazırda skoru çağırmışıq, həkimlər gəlib, Uzar rayonunun müstəntiqi gəlib, Həm də Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsinin veteranının atasısan. Bəli, əlimdə bandisənin sənəti var, bandisədə uşağımı ayırdıblar, əlimdə əsaslı sənətim var, uşağım özünə vadir olub intihar edib. Uşağımdan ondan sonra uşağım o əl çəkiblər, keçiblər. Hüseynov İsmail Ramazanoğlu könüllü 44 günlük Vətən müharibəsində iştirakçısıdır, veteranıdır. Hal-hazırda 4 uşaq atasıdır. Gördülər ki, Hüseynov zabitdən bir şey ortalığa çıxmadı. Başladılar Hüseynov İsmail Ramazanoğlu'nu şərrəməyə. Əlində bir əsas olmuyor. Bu sefer bunu başlığa şərrəməyə ki, biri dəlixanaya getməlidir, biri tutulmalıdır. İndi mən bilmirəm, buna dövlət, buna tər baxır. Nə tər buna bu iş sona satıyaq, bu haqda mən hesab bilmirəm. Hal-hazırda da uşağım Hüseynov İsmail nəzarət altındadır. Uşağım yığılıb boğaza deyir ki, sən özümə İntihar edib özümü öldürəcəm. Mənim sözüm bu qədər. Mən yenə də bir daha cənab prezidentimizdən xahiş edirəm, cənab İlham Əliyevdən, Mehriban xanımdan, listiya prezidentimiz Mehriban xanımdan, Daxili İşlər Müdafiə Naziri Vilayət Eyvaz cənablarından kömək gözləyirəm. Bir də Azərbaycan xalqından kömək gözləyirəm ki, bu işə son qoyulsun. Familiyanızı deyin. Hüseynova Nərgiz Əzbər qızı. Uzar rayonu Alpı kənd sakiniyəm. Mənim də şikayətim Hüseynova
Zeynəb Solmaz, Sərvan qızım var. Mənim yoldaşım mayın 13-cü günü Ucarağın polis şöbəsinə çağırılmışdı və mənim qaynanam yoldaşımla bir yerdə daxil olmuşduq ora. Və bizi heç birimizi içəri buraxmadılar. Yoldaşımın da oxuma yazma qabiliyyəti biraz yoxdur deyə, bu müharibədə yaddaşını itirmişdi, ona görə bilmir. Və o yoldaşımı içəri aparıb otağa, Telman müəllim, Fəzal müəllimin otağı var, Telman müəllim. Sizə hansısa polis əməkdaşı qadın olaraq bir 44 günlük Vətən müharibəsinin veteranının həyat yoldaşı olaraq və 3 yaşlı körpənin anası olaraq polis idarəsində hansısa təzyiqə məruz qaldınız Ucar rayon polisində? Polis şöbəsində, həyətində, mənim saçımdan sürüyə 4 dənə polis əməkdaşı. Onların biri Yusuf müəllim olub, Qoşqar müəllim olub, Ülvi müəllim olub və Telman müəllim olub. Mən sürüyə aparıb atıblar bir otaq içinə və Yusuf müəllim də məni orada təhqir edib pis sözlər, üstünə qız uşağıma aid pis sözlər deyir, mənə nalayıq sözlər deyir, təhqir edib döyüblər orada və məni yola döyüb göndərdilər. Əsasən də Telman müəllim məni orada deyir ki, ən yüksək mənəm deyir. Sənin yoldaşın tutulacaq, sənin 4 dənə uşağın bax belə ağlayacaq gözünə qabağında. Yəqin ki, aidiyyəti qurumlar bu çəkişimizi görəcək. Ucar rayonunda 44 günlük Vətən müharibəsinin veteranı ailəsinə olunmuş bir haqsızlığı tez bir zamanda məsələ öz həllini tapacaq. Çəkilişə əlavə müraciətiniz var? Mənim əlavə müraciətim odur ki, mən Azərbaycan xalqımdan kömək istəyirəm. Əsasda mən dövlətimdən, mən öz dövlətimin prezidenti İlham Əliyevdən kömək istəyirəm. Vitse-prezidenti Mehriban xanımdan kömək istəyirəm. Mən bütün orqanlardan istəyirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. O 44 günlük müharibədə 3000 şəhid verən analardan, atalardan kömək istəyirəm. Mənim 44 günlük müharibədə